Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır. Hər vaxtınız xeyir olsun. Təəssüflər olsun ki, sağlam görünən insanların qəfləti ürək tutması səbəbindən həyatını itirməsi halları ilə tez-tez qarşılaşırıq. Bu, acı hadisələrin əksəriyyətinin arxasında ürək damar problemləri, xüsusən də infarkt dayanır. Bəs qəfləti ürək ölümünü və infarktı törədən səbəblər hansılardır və kimlər risk altındadır? Və ən əsası, biz bu təhlükənin qarşısını necə ala bilərik? Bu və digər suallarımızı baş həkimin qonağı Referans Mərdəkan Hospitalının kardiologu Samir Əskərov cavablandıracaq. Xoş gördük, doktor. Təşəkkür edirik studiyamıza gəldiyinizə görə, dəvətimizi qəbul etdiyinizə görə və ilk növbədə mən istərdim belə bir sual soruşum. Biz çoxlarımız əslində bir-birimizə bu sualla ünvanlanırıq, həkimlərə yox, elə öz aramızda danışırıq. Həqiqətənmi ürək dayana bilər, durduğu yerdə? Burada əslində mən istərdim, hətta bir nümunə kimi bunu görsədim. Burada nədir? Bir döyüntü, 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 pauza və dayanır, fəaliyyətini bitirir. Salam, hər vaxtınız xeyir olsun. Mən də təşəkkür edirəm ki, verilişə dəvət etmişsiniz. Çox aktual mövzuya toxunursunuz. Nə ki, bugün üçün artıq bu illərin, 10 illərin, artıq birazdan əsrin ciddi probleminə tərəf doğulan, yürüyən bir xəstəlik növüdür, belə deyək. Ümumiyyətlə, ölümlərin çoxunun deməsək də çox hissəsi, 30%-i qəfləti ürək ölümlərinin üzərinə düşür. Yəni, ürəklə bağlı ölümlər üzərinə düşür. Qəfləti ürək ölümü dedikdə biz nə başa düşürük məsələsidir. İnsanlar birinci bunu bilməlidir. Qəfləti ürək ölümü, bax siz söylədiyiniz variantlardan biri ki, ürək döyünür, döyünür, dayanır və pauza və ölüm. Bəli, həmin pauza yəni ürəyin dayanmasıdır və biz dünyamızı dəyişirik. O nə zaman olur, nələrdən baş verir, kökündə nələr durur, bax əsas məsələ burada budur. Qəfləti ürək ölümlərinin yaranma səbəbi altda yatan ciddi problemlərdir. Hansı ki, biz xəstələr olaraq, xəstək olaraq, bir insan olaraq sağlam göründüyümüz halda ancaq xəstəyik. Biz onu bilmirik. Onun bilməməyin səbəbi də özümüzü doğru müayinə etməməyimiz və genetikamıza fikir verməməyimiz, qidalanmamıza düzgün tələblərlə riayət etməməyimiz və hansısa bir vərdişləri dəyişdikdə, yeni vərdişlərlə başladıqda o zaman onun doğrularını necə olmalıdır bilməməyinizdən irəli gəlir. Ümumiyyətlə, qəfil ürək tutması və ya miokard infarkt, bunları fərqləndirən cəhət nədir? Qəfləti ürək ölümü miokard infarktından fərqli bir şey deyil. Yəni, qəfləti ürək ölümü ayrıca bir müstəqil bir xəstəlik deyil. Həmin söylədiyiniz miokard infarktının variantlarından biri də budur ki, miokard infarktının nəticəsində qəfləti ürək ölümü baş verir. Yəni, qəfləti ürək ölümün kökündə duran variantlardan biri sadalasaq, biri ən çox faizi düşür miokard infarktının üzərinə. 15-20% miokard infarktının üzərinə düşür. Bundan sonra genetik xəstəliklər var ürəyin. Burqada sindromu var, uzanmış kütlə sindromu var, VPV sindromu var, hansı ki, xəstələr bunu öncədən bilmirlər. Yəni, buna yönəlik altda yatan bir xəstəliklər bunlar, hamısı qəfləti ürək ölümünə gətirir. Gəldikdə miokard infarktının üzərinə düşdük, nəzər salsaq, miokard infarktda hər kəs bilir ki, ürəyin damarlarının daralması, qan axının tamamilə dayanması və həmin işləyən hüceyrələrin, toxumaların oksigensizləşib, həmin hissənin işləməməsidir, nekrozlaşmasıdır. Və həmin hissə işləmədiyinə görə ürəyin işi, gücü azalır, işi çoxalır. Bu da insanın sonradan baş verən qəfləti ürək ölümünün artıq baza hissəsinə çevrildi. Baza hissəsi bu da çox saniyələr ərzində baş verən hadisə. Məsələn, bu danışanda bu bizə uzun gələ bilər. Yəni düşünür ki, infarkt oldum, mən 1 ildən sonra, 10 ildən sonra qəfləti ürək ölümü verir. O başqa faktor. Biz həmin zaman kəskin miokard infarktı zamanı insanın kəskin qəfləti ürək ölümü baş verə bilir. Bunun da səbəbi ürəyin bütün toxumalarının zədələnməsi olur. Həmin zaman ona ilk yardım oluna bilinməməsi, ilkin xidmətlər göstərə bilinməməsi və sonradan 2 mərhələ alına bilməməsi fonunda baş verir. Doktor, ümumiyyətlə siz də qeyd etdiniz,
Yəni ürək xəstəlikləri də cavanlaşıb, belə ürək tutmaları da cavanlaşıb. Səbəbi nədir bunun və maraqlıdır, yəqin ki, hansısa bir yaş həddindən var. Hansısa elə bir yaş həddi var ki, orada heç qarşılaşmır insan ürək tutması ilə, miokard infarktla. Əsasən qəfləti ürək ölümləri 35 yaşın üzərindən başlayır. Yəni statistika bütün dünyada budur. Söhbət sağlam insanlardan gedir. Bəli, sağlam insan 35 yaşın üzəri insana qəfləti ürək ölümləri riskləri daha çoxdur. Yəni 35 yaşa kimi o qədər deyilsə də 35 yaşdan yuxarı daha çoxdur. Bunun da səbəbi söylədiyiniz kimi bizim yediyimiz qidalar, energetik içkilər, duzlu məhsullar və idman rejiminin düzgün seçilməməsi, bunlar hamısı bizim qəfləti ürək ölümünün yaranmasına səbəb salır. Bu da necə baş verir? Biz həmin sağlam dediyimiz insanların altda yatan bir problemi var. Hansı bir aritmiyalardan mı deyək, hansısa bir damar patologiyasından mı deyək, bilmir. Bilmədiyi zaman idman məsələsini deyəndə idman zallarında ürək yüklənir. Normaldan daha çox yüklənir. Yükləndiyi halda da bayaq dediyim kimi, xatırlatma edeyim ki, ürəyin oksigenləşmə, qidalaması zəifləyir, damarlar spazma getdiyi üçün qəfləti ürək ölümü baş verir və yaxud da hər hansı bir aritmiya başlayır, aritmiya fonunda qan tromlaşır və insanı dünyadan köçürdür, əbədiyyətə qovuşdurur. Bu da bizim həyatımızın belə deyək də, kontrolsüz olmasına görədir. Məsələn, insanlarımız nə edirlər? Energetik içkilərdən çox istifadə edirlər. Səbəblərdən biri budur. Onda tərkibində olan kafein, digər hansısa maddələr. Bəli, orada çoxlu tab gətirmir. Ürəyin işinin daha da çoxaldır. Bilir ki, belə deyək ki, ürəyin bir bazası var, enerji bazası. Onu tükədir. Tükədəndən sonra biz yoruluruq. Mən nə edirik? Otururuq. Həmin energetik içkilər həmin depoda olan enerjini də sərf etdirir. Ürək dayanmadan başlayır işləməyə. Bu da ki, ürək əzələsinin sarsılmasına gətirib çıxardır. Tütün çəkmə günü-gündən çoxalıb. Nə ki, kişilər arasında, qadınlar arasında çoxalıb. Əvvəl daha yaşı yüksək olan adamlar, çox olan adamlar siqaret çəkirdi, daha yaşı az uşaqlar səviyyəsinə gedib çatır. O da illər ərzində uşaqlarda yeniyetməli damarlar daha yumşaq, daha elastik olur. Zədələnmə başlasa da onlara qəfil hansı bir fəsadı vermir. İllər ərzində yığılır, gəlib o 35 yaşa çatanda artıq problemlər başlayır özünü göstərməyə. Ümumiyyətlə, kəskin əlamətləri varmı ki, sənin ürəyin narahatlıq verir sənə və yaxud da burada atipik əlamətlər də var və eyni zamanda bir çoxlarımız deyirik ki, aritmiyam var, takikardiyam var. Bunların hamısı nədir və mütləqdir ki, bunlar məhz ürəyin narahatlığının əlamətləridir. Əgər insanlar bilirlər ki, onlarda hər hansı bir narahatçılıq var, hansı ki, siz sadaladınız, bunlar artıq xəstə qrupu sayıla bilirlər. Niyə sayıla bilirlər deyirəm? Çünki müayinə olunmalıdırlar, dəqiq diaqnoz qoyulmalıdır. Var əhəmiyyətsiz olan hallar, çünki insana elə gəlir ki, bunun döyüntüləri çoxdur, takikardiyası var. Yəni yoxlanılan zaman biz onu müayinə edirik. Müayinə əsasında, o zaman əsasən ürəyin müayinəsində də ən birinci müayinə üsulu elektrokardioqrammadır. Bəsit və sadə görünüşü çox böyük informativdir. Çünki miokard infarktı oradan görünür, dediyimiz aritmiyalar hamısı oradan üzəri çıxır və ora baxıb, ora istinad etdikdən sonra digər müayinə üsullarını, qan təhlillərini olunmalıdır və ondan sonra diaqnoz qoyularaq həmin insanlar bilməlidir ki, onlar sağlamdırlar, yoxsa xəstədirlər. Artıq xəstə kimi formalaşdılarsa, bilsələr xəstədir, artıq diqqət 1-ə 2 artmalıdır. Yəni özlərini yükə verməməlidirlər. Yəni qidalanmalarına və hərəkətə fikir verməlidir. Məsəl üçün, deyək ki, insanlar var, söyləyirlər, danışırlar ki, idman edin. Sual olunur, idman kimə lazımdır, kimə olar? Və idman edin nə deməkdir? İdmanın da yəqin hər hansı formaları var, bəli. Əslində bizim sağlamlığımız üçün lazım olan sürətli yerişdir. Qaçış da yox, sürətli yeriş. Çünki qaçış özü sürətli idman növlərinin artıq bir hissəsidir. Yəni ürək yüklənir. Bu adım biz idman dərsində tez-tez addımlayırdıq, onu deyirlər. Ondan yəqin gedir söhbət. Bəli, sürətli addımlamalar. O dediyiniz sürətli qaçışlar, bunlar da idmanın iki hissəyə böləkdir. Deyək ki, sürətli idman növləri, yəni bu sarsılan üzgüçülükmü deyək, qaçışlar mı deyək. Peşəkar artıq idman. Bəli, bizə peşəkarımız vurulur. Bir də ki, fitness tipli, bodybuilding tipli, bunlar statikdir, yəni çox da böyük hərəkətli deyil. Bunlar sürətli qaçışları olan, sürətli idman növləri, bu üzgüçülük falan olanlardasa daha çox sarsınır ürək. Daha çox qəfləti ürək ölümlər baş verir. Bu statistik məlumatlardır. Nə ki, digər formalar, idmanlar məşğul olanlarda
Onlarda da həmin qəflətə ürək ölümləri ciddidir. Deyək ki, miokard infarktı keçirmiş adam və ya da hər hansı bir ciddi aritmiyası olan adam gedib professional şəkildə idmanla məşğul olmamalıdır. Və yaxud da trenajör zallarına gedib o yükü özlərinə verməməlidirlər. Yenə dediyim kimi, sadəcə fiziki tərbiyə etməlidirlər sağlamlıq üçün, bir də sürətli hərəkət etməlidirlər. Bu əlavə qəbul etdiyi qidaların da yəqin ki, o təsiri var. Birmənalı. Yəni, biz qidamıza yağların çeşidinə çox fikir verməliyik. Daha yağsız yeməliyik, daha duzsuz yeməliyik. Yəni, yağların miqdarı çoxaldıqca bunlar nə edir? Bizim damarlarımızı tutur, daraldır, xolesterinlə yüksəyə qalxır, xüsusilə pis xolesterindən söhbət gedir. Onlar bizim damarlarımızın hamısı daraldır. Bu da ki, ürəyin fəaliyyətini, beyin fəaliyyətini, böyrək fəaliyyətini hamısını aşağı salır və qəfləti ölümlər qaçılmaz hala çatır. Yəni, nəticədə də hətta piylənmə olur. Əslində, mənim əlavə qida dediyimdə, biz idmandan danışanda bir çoxlarımız ətrafımızda da var. Çoxdur elə, bizim həmkarlarımız da var. Hansılar ki, bəli, proteinlər qəbul edir. Onları soruşurdum ki, onların da yəqin rolu var. Ürəyin fəaliyyətinə təsiri var. Çoxdur. Mən şiddətlə onları tövsiyə etmirəm. Şiddətlə qınayıram onlar qəbul. Bəli, onlar qəbul olmaz. Onlar yarandı professional bodybuildingçilə məşğul olması mənasında. Onlar üçün zərərdir. Onların zərərini sonra hiss edirlər. Sizcə, bizim öz şəxsi praktikamızda çoxlu əməkdar idman ustaları var. Müayinə üçün gəlirlər. Onlar hamısı artıq bəlli yaşları var. 60-ın üzərində, 70 və 80 üzərində. Onların hamısının ciddi ürək problemləri var. Həm aritmiya fonunda yaranan bir şikayətlər, fonunda yaranan bir xəstəliklər, ürəyin struktur dəyişiklikləri olan xəstəliklər çoxdurlar. Təsəvvür edin, peşəkar idmanla məşğul olan insan indi rahat yaşaya bilmir. Zamanla onlar bayrağımızı qaldırırlar və insanlar çox onları əl çalırdılar, onların həyatına qibtə edirdilər. Ancaq bugün onların həyatına qibtə etmək olmur. Yəni, onlar artıq ürəklər çox sarsıdır. Nümunələr çoxdur, təəssüf ki, doktor, elə bu yaxınlarda əməkdar artistimiz Cabir İmanovun ölümü necə sarsıtdı bizim hamımız və hamı təəccüb etdi ki, idman zalında, məşq zalında və yaxud futbolçular var məşhur. Məhz idman maçını izləyərkən onlar qaçdığı yerdə yıxılırlar. Həmin dediyim o sürətli idman növüdür. Əməkdar artistimizin baş verən hadisə hər kəsi düşündürməyə başladı. Hər kəs ondan sonra özünü yoxlatmağa çalışır, zəng vurub soruşurlar, müayinələri gəlirlər. Əməkdar artistin misalında nə idi? Keçirmiş infarktı var idi anamnezində. O artıq ondan məşğul olmamalı idi. Və məsələn, bizdə də idman zamanında tələblər olmalıdır. Necə ki, Amerikada və Avropada müəyyən tələblər var ki, idman zamanında defibrillatorlar var. Qəflətə ürək ölümü zamanı nə etmək lazımdır? Defibrillatordan elektroşok verib ürəyin elektrik sistemini formalaşdırmaq lazımdır, döyüntünü yaratmaq lazımdır. Və orada həmin həyata dəstək təlimini keçmiş adamlar, biz hamımız bilməliyik onu, hər bir vətəndaş bilməlidir. Yəni, ilkin yardımı etməli, bəli, ürəyi masaj etmək, hava vermək, bəli, bunları etmək lazımdır. Bu tələblər qoyulmalıdır idman zallarında ki, bəlkə biz qurtara bildik insanları. Çünki orada nüanslar var. Çünki elə tromblaşma baş verirsə onu qurtarmaq olmur. Mümkünsüzdür və hətta bəlkə də həmin o ilkin müdaxilə ona əksinə daha pis təsir göstərə bilər. Bu amillər də var və doktor, bu yerdə istərdim bir sponsor məlumatımızı çatdıraq tamaşaçılarımıza, sonra isə biz verilişimizi də suallarımızı da davam etdirəcəyik. Sponsor məlumatımız olacaq Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti referans ambulans 7/24 hər bir vətəndaşımıza xidmət göstərməkdədir. Ambulans maşınları ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Referans ambulans hava və quru təxliyəsi ilə həyat qurtarmaq üçün saniyələrlə yarışır. Göstərilən xidmətlər isə aşağıdakılardır: təcili tibbi yardım, pediatrik təcili tibbi yardım, pasiyent təxliyəsi, stand-by, yəni istənilən məkanda müşayiət. Ətraflı məlumat üçün isə oldu 0003 qaynar xəttinə müraciət edə bilərsiniz. Biz isə doktorumuzla ürək tutmasından, qəfləti ürək tutmasından danışırıq. Ümumiyyətlə, doktor, burada bir anlayış var, səhv etmirəmsə, qızıl saat, o bir vaxtdır, hansı ki, həmin o müdaxiləni etsən və yaxud da o an köməyə çatsan, sən insanın həyatını qutara bilərsən. Amma elə bir məqamda necə biz görürük ki, heç bir müdaxilədə kömək etmir. Artıq o ürək fəaliyyətini tam dayandırmış olur. Yəni, bu nədən asılıdır? Həmin an kömək edirsən, o ürəyin fəaliyyətini yenidən bərpa edirsən və yaxud da artıq bir dəfəlik o
stop düyməsini basır, necə deyirik? Yaxşı sualdır. Yəni bu bizim əhalimiz üçün, bizi izləyən insanlar üçün maraqlı sualdır. Açıq bu sualların hamısında var. Bu beyində var bu suallar. Siz də bunu verdiniz artıq bu gün. Bu qəfləti ürək ölümünün həmin zaman o həyata dəstək terapiyasını etdiyimiz zaman onun kökündə nə durmağından çox şahsıdır. Qəfləti ürək ölümünün səbəbində duran məsələnin, problemin nə qədər ciddiliyində, nə qədər dərinliyində, nə qədər altda yatan olub köhnədən olmasında çox şey asılıdır. Ancaq biz ilkin yardımı hər bir halda etməliyik. Çünki biz hətta həkim olaraq belə bilmirik ki, orada nə baş verir. Yəni, durum nədir, nəyə bağlıdır? Bunu da bir söyləyim ki, ilkin yardım deyəndə hamı düşünür ki, 2-3 dəqiqə ərzində göstərilən xidmətdir, 5 dəqiqə göstərilən xidmətdir. Xeyr. Həmin zaman 30, 40, 45 dəqiqə o terapiya üzərində aparılır. Yəni ürəyin masajı və süni tənəffüs. Bunlar olunan bir şeydir. Yəni bu yaxınlarda bizim Mərdəkan hospitalımızda gecə bir pasiyent gəlinmiş. Bizim təcili yardım çox peşəkar həkimləri onu o 40 dəqiqə onlara təsir etməklə insanı həyata döndərmişdir. Hətta insan 3 dəfə arestə düşüb və bu arestdən çıxartmışlar onu. Yəni, bu böyük uğur idi. Yəni, həmin insanı həyata qaytarmaq bir həkim üçün, bir cəmiyyət üçün nə qədər sevindiricidir. Yəni, onu 3 dəfə insanı ayıltdılar, ölüb, təzədən ayıltdılar, təzədən öldü, təzədən ayıltdılar. Öldü nə mənada? İnsanlar başa düşür, ölü necə dirilir? Yox. Yəni, ürək dayanması mənasında. Yəni, biz onu gözümüzdə hamımız mənzərəni ölü kimi görürük. Bəli. Yəni, orada altda yatan proseslər çox şey bağlıdır. Ancaq biz tədbirimizi etməliyik. Bəli, elə hallarda olur ki, 3-5 dəqiqədən sonra artıq bilirsən ki, bu mümkün deyil. Artıq göz bəbəyinə baxılır. Orada həkimin professionallığından çox şahsıdır. Həmin orada tibb bacısının, felçerin professionallığından çox şahsıdır. Yəni, anlayışdan ki, burada nə baş verir. Və hansı köməyi göstərmək olar. Doktor, sizin də yəqin ətrafınızda belə insanlar var. Nəsildən gəlir ürək xəstəliyi. Və onlar deyir ki, məsələn, atam 45 yaşında vəfat edib, babam 45 yaşında vəfat edib. Yəni, bu nəsildən sanki ürəyə bir proqramlaşdırılmış müəyyən bir vaxt qoyublar. Bu yaşa qədər, bu qədər döyüntüsünü bitirir və insanın bu yaşında dayanır. Bu necə olur? Necə olur ki, nəsillərlə ürək xəstəliyi ötürülür və fəaliyyətini konkret bir yaşda bitirir? Biz bayaq söylədiyimiz məsələ ki, var idi ki, qəfləti ürək ölümlərinin də səbəbləndiran hallardan biri genetik faktorları, irsi faktorları vurğuladıq. Sizin dediyiniz... Tam açıqlamadıq deyə. Biz indi onun açıqlamasına keçirik. O həmin genetik olan xəstəliklər ki var, onlar nəsildən nəslə ötürür. İnformasiyadır, kodlaşıb bədəndədir, ürək hüceyrəsindədir, əzələsindədir, toxumasındadır. Fərq etmir, ana və yaxud ata xətti ilə gəlir. Fərq etmir. Yəni, ötürülmə orada sadə faizdə fərq ola bilər. Bu ötürülür. Bu ötürüldüyü zaman axı biz özümüzü sağlam başa düşürük. Yəni, bu son bir ay olmayamış, son bir ay deyək, 2 pasiyentin, birinin 63 yaşı var, birinin 55 yaşı var. Müayinəmdə olan zaman insanlar da kifayət qədər yaxşı həyat tərzi sürürlər. Aşkarlanan zaman ciddi ürək problemləri var. Biri cərrahi əməliyyat olunacaq, bu dəqiqə cərrahi əməliyyat prosesini keçir, hazırlıq mərhələsini keçir. Digərini isə hələ təqib edəcəyik. İkisi də çox ciddi bir haldadır. Bu problem bugün yaranan məsələdir, bu irsi kökdə duran problemdir. Sadəcə yüngül bir şikayətlə gəlmişdilər. Səssiz yaşayırlar insanın içərisində. Çox yüngül bir şikayət. Yəni, ona bir sıradan bir dinləsən, deyəsən, heç bir şey problemi yoxdur. Sadəcə dərin yoxlamağa başlayırıq. Çünki ürəyin şikayətləri, birinci şikayəti, mən qəfil halsızam, halsızlaşıram, qəfil süsləşirəm, sadəcə arada təzyiqim qalxdı, düşdü, nəfəsim təngir sanki, və bir nəfəsim arada daraltı keçdi. Buna biz o qədər əhəmiyyət vermirik və ya da ürəyim vurdu, getdi. Bunu ötürücü, keçici bir hal kimi dəyərləndi. Yəni, ötdü, keçdi. Düşün, bir şeyimiz yoxdur. Bu insanlarda bu 2-3 dəfə baş verdiyindən görə sadəcə gəlmişdim müraciət etməyə. Müraciət etdiyim zaman mən onlara izah edirəm hər zaman ki, niyə izah etmək lazımdır ki, sual verə bilərsiniz ki, həkim xəstə nə dedi, olmalı? Xeyr. Xəstə, həkim, həmin insanlar həmişə sağlam hiss edib özlərini. Birdən-bir onlara söyləndə siz bu müayinələri keçməliyik. Fikirləşir ki, məndə nə var idi ki, bir psixoloji olaraq özdən travma yaşaya bilərlər ki, məndə nə var ki, bunlar mən yoxdurlar. Sadəcə izah edəndə ki, genetik faktorlu ola bilər və ya da altda yatan bir problem ola bilər, bugün aşkarlana bilər.
bu aşkarlanmasaq, etməsək bunu, sonra da sizin üçün qəfləti ürək ölümü başlaya bilər. Və həmən xəstələr müayinəyə başladığımız zaman bu problemlər aşkarlanır çıxır. Hətta belə deyim ki, sizə indi almanların bir texnoloji olaraq hazırladıqları bir bazaları var və cihazları var. Bizim klinikamızda o var, onu bilirik. Müasir standartlara cavab verən. Kardiyo deyilən bir cihazdır. Sadəcə elektrokardioqramma kimi. Bir 4 dəqiqə ərzində onu çəkirik. Xəstə oturmuş, uzanmış vəziyyətdə fərq etməz. 4 dəqiqə ərzində bütün Almaniyada süni intellektlə bütün bazada təhlil olunur, qayıdır bizə məlumat. Məlumatı biz təhlil edirik. Nə görsək yaxşıdır. Altda yatan genetik baş verə biləcək damar tutulmasına kimi belə öncədən xəbər edir. Yəni, görün, bu nə qədər yaxşı bir haldır ki, bizim əlimizdəki. Biz öncədən xəstələri tapıb problemlərini, mən özümə də etmişəm onu. Bir haşiyə kimi deyim ki, mən də göstərdi ki, 4% normal bir şey sayılır. Mən düzdür. Niyə? Bizim genetik olaraq ata tərəfdə də, həm ana tərəfdə də, baba və nənəmdə həmin problem olmuş idi və məndə olmaq riski də böyükdür. Yəni, doğrudur. Yəni, bunu artıq nə etməliyik? Bunun üzərində ciddiliklə düşünüb, bunun üzərində yaşlaşdıqca buna fikir vermək lazımdır ki, sabah qəfləti ürək ölümləri baş verməsin. Çox sağ olun, doktor. Təəssüf ki, mövzumuz çox genişdir, amma vaxtımız azdır və mən ümid edirəm ki, növbəti bizim verilişlərdə daha ətraflı artıq müasir avadanlıqlardan, müalicə üsullarından danışacağıq və odur ki, dəyərli tamaşaçılarımız, siz daha çox sağlam həyat tərzinə üstünlük verin. Həyatınıza stresi buraxmayın. Yox, əgər buraxmısınızsa, onda çalışın özünüzdən uzaqlaşdırın və sağlam ürəklə 100 yaşayın. Bir daha xatırladım ki, baş həkimin qonağı Referans Mərdəkan Hospitalının kardioloqu Samir Əsgərovidir. Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır.